Yemin ederim. Almanda ben buradan keçim orada. Hara? Abi. Yok, kaldı. Deməli, təyin ikinci dərəcəli üzvdür. Nədir? İkinci dərəcəli üzv. Təyin özündən sonra gələn, baxın, özündən sonra gələn cümlə üzvünü izah edir. Nəyini izah edir? Əlamətini, keyfiyyətini, miqdarını, dərəcəsini izah edir. Özündən sonra gələn cümlə üzvü daha çox adlarla ifadə olunan, adlarla işlənən cümlə üzvləridir. Misal üçün, mübtədanın, tamamlığın, zəfliyin, ondan sonra təyinin özünün, bir də təsvirlənməyən forma olan feil sifət və feili bağlama, uşaqlar. Feili bağlama. Bəzən uşaqlar qarşıdırlar ki, müəllim, feil sifətlə feili bağlamanın təyin ola bilərmi? Əgər feil sifətlə feili bağlama isimləşir cümlədə mübtəda olarsa, cümlədə tamamlıq kimi olarsa, cümlədə zəfli kimi olarsa və təyin kimi işlənərsə isimləşir. Onları da tərkib olaraq işlənəndə təyin kimi onu izah edə bilər. Yəni, feil bağlama, feil sifət və məsləhət, daha çox feil sifət, məsləhət tərkibində ifadə olunmuş mübtəda, tamamlıq, zəflik, təyin cümlədə təyinin də izah formasında işlənir. Yəni, təyin onları da izah edirlər. Niyə? Biz bəzən düşünürük ki, adlarla işlənirsə bu nə olacaq? Hətta xəbər də var burada. Hansı xəbər? İsmi xəbər. İsmi xəbər də nə edəcək? İzah edəcək. Yəni, təyin bütün cümlə üzvlərini nə edir? İzah edə bilir. Yəni, burada deyə bilərsiniz, ay müəllim, bütün cümlə üzvlərini deyirsiniz, axı feili xəbər demirsiniz, feili xəbər deyə xəbərdir. Sadəcə olaraq feili xəbər izah eləmir, feili xəbərin isim formasına, ismi xəbər formasına, digər növünü izah edir, adlarda ifadə olunan formasını izah edir. İndi gəlin, məsələn, nümunə olaraq, hamısından bir dənə sizə nümunə yapın. Deyək ki, mübtəda, məsələn, ifadə vasitəsi. Deyirəm ki, yaxşı insan azdır. Və burada yaxşı sözü insan mübtədasını, insanla ifadə olunan mübtədanı izah edir. Və necə, nə cür, hansı suallarına birinə cavab verəcək təyin. Necə, nə cür, hansı suallarına birinə cavab verəcək. Sonra tamamlıq. Deyirəm ki, yaxşı insanı tapmaq çətindir. Tapmaq olmur. Tapmaq olmur xəbər. Kimi tapmaq olmur? İnsanı. Necə insan? Yaxşı insan. Zəflik necə olacaq? Deyirəm ki, uzaq şəhərdə yaşayır. Yaşayır. Yaşayır xəbər. Harada yaşayır? Şəhərdə. Hansı şəhərdə? Uzaq şəhərdə. Bu şəhərdə yaşayır. Fərqi nədir ki? Təyin izah edəcək. Misal üçün deyirəm ki, qırmızı, kərpizli ev. Qırmızı kərpizli izah edir, kərpizli də ev izah edir. Qırmızı kərpizli ev, tikdik. Tikdik xəbər, nəyi tikdik? Evi, tamamlıq. Necə evi? Kərpizli. Necə evi? Qırmızı. Təyin nə izah elədi? Təyin izah elədi. İsmi xəbər necə olacaq? Misal üçün deyirəm ki, bu kitabdır. Burada bu oldu mübtəda. İndi deyirəm ki, bu qocadır. Bax, bu qocadır. Yəni, məsəl üçün deyirəm ki, qoca insandır mənasında işlənəndə, bu qocadır.
Bir de var, qoca insandır. Bunu iki cür düşünəcək. Bir var, qocanı insan kimi düşünəndə olacaq burada mübtəda. Amma qoca necədir sualına cavab verir? Qoca mənasında, yəni yaşlıdır mənasında olanda olacaq nə? Təyin. Bunu da ayrı, yəni şey olmasın. Başa düşdünüz? Buna diqqətli olmaq lazımdır. Təyin ismi xəbərin işlənəndə bəzən cümlədə yanlış olaraqdan təhlil oluna bilir. Burada diqqətli olmaq lazımdır. Bir daha deyirəm, misal üçün, başqa bir nümunə deyirəm. Deyirəm ki, necə insandır? İnsandır xəbər, ismi xəbərdir. Necə təyin? Və yaxud da deyirəm ki, o kəndlidir. Baxın, burada da diqqətli olun. O kəndlidir cümləsində bunu iki cür düşünə bilərsiniz. Məsəl üçün, onu siz şəxsə vəzli kimdə düşünə bilərsiniz. Cümlədə olacaq mübtəda kim, o. Bir də deyirəm ki, Əhməd o kəndlidir. Yəni, Əhməd o kənddən olandır mənə. Kəndlidir xəbər kim, Əhməd. Hansı kəndlidir? O. Bəzən təyini işləmə məqamına görə mübtəda ilə də qarışdıra bilirlər ki, belə diqqətli olmaq lazımdır. Buna niyə qarışdırılır? Daha çox o və bu şəxs əvəzlikləri cümlədə həm mübtəda kimi işlənə bilir, həm ismi əvəz edə bilir, həm sifəti əvəz edə bilir. İsmi əvəz edəndə olacaq təyin, üzr, ismi əvəz edəndə olacaq mübtəda, sifəti əvəz edəndə olacaq nə? Təyin. Hansı sifəti? İsimləşməyən sifəti. Amma isimləşən sifəti izah edəndə o təyin olmayacaq. Olacaq mübtəda. Burada diqqətli olmaq lazımdır. Təyinin ifadə vasitələri hansılardır? Yeni yayı bırak. Təyinin ifadə vasitələri. Birincisi, elə isim. Deyə bilərsiniz ki, isim nətər təyin ifadə vasitə ola bilər? Material bildirən isimlər var, uşaqlar. Material bildirən isimlər var. Həmin material bildirən isimlər özündən sonra gələn hər hansı bir ismi izah edərsə, cümlədə təyin olacaq. Misal üçün, hansılardır? Taxta, renzin, kaos, və yaxud da deyəm ki, dəmir, gümüş, qızıl. Bax, fikir verirsiniz, bunlar hamısı material bildirən isimlərdir. Beton, pambıq, yun. Bunlar hamısı material bildirən nələr uşaqlar? İsimlərdir. Bu isimlər özlərindən sonra gələn ismin yanında işlənəndə cümlədə olacaq təyin. Məsələn, deyəm ki, anam mənə yun corab aldı. Anam mənə yun corab aldı. Aldı xəbər. Kim aldı? Anam. Anam nəyi aldı? Corabı. Necə corabı aldı? Yun corabı. Yun burada material bildirən isimdir, amma cümlədə təyin olur. Kimi aldı? Mən aldım. Və yaxud da deyirəm ki, başqa bir nümunə yazalım. Deyir ki, renzin boru xarab olur. Renzin şılan, renzin boru, fərqi yox. Xarab olub xəbər. Nə xarab olub? Boru. Hansı boru? Necə boru? Renzin boru. Renzin ixtisas kimi isimdir, amma cümlə üzvü kimi nədir? Təyindir. İfadə vasitəsi isimdir, amma cümlə üzvü kimi nədir? Təyin. Niyə? Özündən sonra gələn ismi izah edir. Buraya diqqətli olmaq lazım. İkinci təyin ifadə vasitəsi nədir? İkinci təyin ifadə vasitəsi sifətdir. Sifət. Təyin ikinci ifadə vasitəsi sifətdir. Təyin üçüncü ifadə vasitəsi sayıdır. Təyin ifadə vasitəsi zərfdir. Təyin dördüncü ifadə vasitəsi elə əvəzliyin özüdür. Əvəzlikdir. Digər ifadə vasitəsi feil sifətdir. Feil sifətdir. Bəzən də uşaqlar qoşmalı məsdər. Bəzən. Qoşmalı məsdər. Hamısına aid nümunə yazılır. Birincisi,
Sifətə aid. Yaxşı intisiyası nədir? Sifət. Yaxşı hərəkət. Yaxşı hərəkət görmədim. Deyirsən də yaxşı hərəkət görmədim. Görmədim, xəbər nəyə görmədim hərəkəti? Necə hərəkəti? Yaxşı hərəkəti. Yəni, onlar 5-ci sinifdə oxuyurlar. 5-ci sinifdə oxuyurlar. Oxuyurlar xəbər. Nədə oxuyurlar sinifdə? Hansı sinifdə? 5-ci sinifdə. Zərf. Deyirəm ki, irəli yerlər bizimdir. Bizimdir xəbər. Nə bizimdir? Yerlər. Hansı yerlər? İrəli yerlər. İrəli, geri, sağa, sola. Yuxarı mərtəbə bizimdir. Hansı mərtəbə? Yuxarı mərtəbə bizimdir. Əvəzlik. Məsələn, o, bu, şarap. Bunda söhbət işarə əvəzindir. İşarə əvəzlikləri. Sonra, elə, belə, həmin, filan, baxın, bəzi, bu əvəzliklər cümlədə daha çox iştirak edən, təyin məqamında iştirak edən cümlə üzvlər olur. Amma ifadə vasitəsi bəzi, qeyri-mənə əvəzlik, filan, təyin əvəzlik, eyni yaza bilərik. Eyni təyin əvəzlik, hər ötdən filan eyni təyin əvəzlik, həmin işarə əvəzlik, belə işarə əvəzlik, elə işarə əvəzlik, bu işarə əvəzlik, o işarə əvəzlik. Cümlədə daha çox nə olur? Elmar, qulaq. Təyin olur. Misal üçün, bu kitab mənimdir. Elə kitab almışam ki, hamı oxusun, oxunacaq kitab almışam. Həmin insan mənim dostumdur. Filan kitabı mən almışam, hansı kitabı? Filan kitabı. Bəzi insanları bəyənmirəm, hansı insanları bəyənmirəm? Bəzi insanları eyni sözü təkrar edir. Hansı sözü? Eyni sözü. Gördünüz? Sonra, feili sifət nədir? Birisi də feili sifət. An, ən, mış, miş, dığım, digim, doğum, dügüm. Dığım, digim, doğum, dügüm. An, ən, mış, miş, ancaq, gəcək. Daha çox təyin məqamında iştirak edən feili sifətlərdir. Məsəl üçün, deyirəm ki, oxuyan şagird azdır. Azdır xəbər, kim azdır şagird? Hansı şagird? Oxuyan şagird. Deyirəm ki, yazdığım test çətindir. Çətindir xəbər. Nə test? Hansı test? Yazdığım test. Və yaxud da deyirəm ki, oxuduğum əsər gözəldir. Və yaxud da oxunacaq dərsim çoxdur. Çoxdur xəbər. Nə çoxdur dərsin? Hansı dərsin? Ramzula, oxunacaq dərsin. Gəlin, qoşmalı məslər nə vaxt olur uşaqlar? Bu az-az olur, amma olur. Misal üçün deyəm ki, oxumaq kimi asan iş yoxdur. Necə iş yoxdur? Oxumaq kimi asan iş. Oxumaq kimi iş yoxdur. Yoxdur xəbər, nə yoxdur? İş. Necə yoxdur? Oxumaq kimi iş. Necə iş? Asan iş. Aydın olur. Bu təyinin ifadə vasitəsi. Təyinlər quruluşsa, neçə cür olacaq? Quruluşsa, bəli, təyinlər quruluşsa 2 cür olacaq. Bir, sadə təyinlər, bir də mürəkkəb təyinlər. Bax, bunların hamısı sadə təyinlər, uşaqlar. Bax, bu yazdıqlarımızın hamısı sadə təyinlərdir. İsimlə, sifətlə, sayla, əvəzliklə, zərflə, feil sifətlə və məslərlə. Bax, tərkib demirəm ha. Məslər və feil sifətlə. Bunlar oldu sadə təyinlər. Amma mürəkkəb təyinlə işlənəcək. Bir, ismi birləşməklə. Misal üçün deyirəm ki, məktəb direktoru Əli müəllim məktəb direktoru Əli müəllim. Və yaxud deyirəm ki, Təhsil Nazirliyinin Olimpiyada sektorunun mavini Əhməd müəllim.
Baxın, Təhsil Nazirliyinin Olimpiyada sektorunun müavini. Hamısı bir dənəsi təyindir. Kim? Əhmədlə. Ne etdi? Gəldi. Gəldi xəbər. Gördünüz? Nəyə ifadə olundu? Məktəb direktoru Əli müəllimdir. Əli müəllimdir xəbər. Kim Əli müəllimdir? Məktəb direktoru. Bax, bu mübtəda. İndi mən bunu təyin edirəm. Deyirəm ki, məktəb direktoru Əli müəllim gəlir xəbər. Kim gəlir? Əli müəllim. Hansı Əli müəllim? Məktəb direktoru Əli müəllim. Sonra bir mürəkkəb adlarla. Məsələn deyirəm ki, necə olacaq? Əhməd Əliyev təyin mərkəb adlı ifadə olunmuş formasını yadda salaq. Bakı Dövlət Universiteti Bakı Dövlət Universitetinin tələbi söz birləşməsi olur. Bakı Dövlət o mərkəb adlı olunur. Əhməd Əliyev mərkəb adlı necə təyin kimi işləyəcəyik. Fikirləşib beyimizdir də Əhməd Əhməd Əliyev Əhməd Əliyev Azərbaycan dili müəllimi gəlir. Düz burada əlavə də ola bilər. Azərbaycan dili müəllimi kim? Azərbaycan dili müəllimi. Hansı Azərbaycan dili müəllimi? Əhməd müəllim, Azərbaycan dili müəllimi olmadı, yox, burada əlavə oldu. Bu əlavə oldu. Bu əlavə oldu. Müəllimin gəlir oldu, mübtəda. Bu əlavə oldu, bunu çıxırır. Əlavə oldu, bunu geri qayıdır. Bu təyin olmadı, üçünü təyin olmadı. Ay, mama. Hara getdi o? Dəyişdi təmin. Deyim aldığına gəlir. Bu siliyik, bu qədər siliyik. Bunu siliyik. Bu mürəkkəb, bu olmadı. Bu oldu əlavəyə keçdi, bunu çıxartdı. Mürəkkəb adından qoyduq qırağa. Mürəkkəb adlarına baxaq. Mürəkkəb adlar təyin ola bilirmi? Təyin məqamında iştirak edə bilirmi? Şəkil, məsələn, Şamaq kursu. Yox, yəni söz birləşməsi yeri çıxır da. Məktəb ədillərin bərpası mərkəzi. Hansı mərkəz? Ədillərin bərpası mərkəzi. O da söz birləşməsidir. İstiqlal ordenliyi. Bax. İstiqlal ordenliyi. Ordenlisi yazırsınız bu arada. Çünki ordenlisi yazılmalıdır. İstiqlal ordenli döyüşçü şahidlərə döyüş yolundan danışdı. Döyüş yolundan danışdı. İstiqlal ordenli hansı döyüşçü? İstiqlal ordeni nədir? İstiqlal ordeni nədir? İsim. Mürəkkəb addır. Mürəkkəb adlı isimdir. Bəli, mürəkkəb addır. Və bu mürəkkəb ad nəyi izah edir? Döyüşçünü. Döyüşçünü izah edir. Və mürəkkəb adlar cümlədə təyin ola bilirmi? Bilir. Nəhayət ki, biz buna da cavab tapmış olduq. Sonra təyin ifadə vasitələrindən sonra quruluşa növünü dedik. Təyinlər, baxın, təyin həmişə, bulasın, eləməm. Hani verirsən, geçib keçəsinin divarın oyununa. Eləyir deyiş, fabrik olur. Təyinlər həmişə asılı tərəf olur. Nədə asılı tərəf olur uşaqlar? Əlaqədə, sintaktik əlaqədə həmişə asılı tərəfdir. Amma bir məqamda
bir məqamda Bana düştü bey. əsas tərəf ola bilir. Əsas tərəf olur. O da hansı məqamdadır? O da qeyri həmcins təyinlər var ki, təyinin yanına gələndə oradakı təyin bir tərəfin aslı, bir tərəfin əsas olur. Bax, deyirəm ki, bayaq misal vermişdim. Qırmızı, kərpicli ev tikdir. Baxın, bu qırmızı sözü kərpicliyin yanında gələndə asılıdır. Kərpicli sözü qırmızı ilə gələndə əsasdır. Çünki qırmızı kərpicliyi izah edir. Sonra bu kərpicli evin yanında gələndə asılıdır. Çünki evi izah edir. İşte bu xəbər evdə müxtədir. Demək ki, burada kərpicli sözü cümlədə özündən əvvəl təyin gəldiyi üçün və o təyində həmin ikinci gələn təyini izah elədiyi üçün ikinci təyin, yəni izah olunan təyin cümlədə əsas ola bilər, asıl ola bilər. Amma daha çox necə olur? Aslı tərəf olur. Biz bir dənə qaydanı, bax bir dənə bu qaydanı yadda saxlayırıq uşaqlar. Təyinin yanında gələndə birinci gələn təyin yenə həmişə aslı olur. İkinci gələn təyin, yəni izah olunan təyin aslı da ola bilər, əsas da ola bilər. Buna bağlı sualımız var. Və yaxud da deyirəm ki, yağışlı belə bir cümlə var. Yağışlı nəm hava. Şöyle, burada ancaq aslı tərəfdir. Və bunlar arasında bir tabiəsizlik əlaqəsi var. Nəm hava yenə aslı tərəfdir. Necə hava? Yağışlı hava yenə aslı tərəfdir. Necə hava? Deyirikmi? Bəli. Yağışlı ilə də nəm öz aralarında tabiəsizlik əlaqəsinə bağlanmış olur. Buna görə də həmcins təyinlər olanda cümlədə, yəni təyin cümlədə tabiəsizlik əlaqəsində də iştirak edə bilər. Təyin cümlədə tabiilik əlaqəsində də iştirak edə bilirlər. Yəni təyin izah edəndə, təyindən sonra gələndə həm aslı, həm əsas tərəf olacaq. Təyin birinci gələndə həmişə aslı tərəf olur. Baxın, təyin birinci gələndə həmişə aslı tərəf olacaq. Təyin ikinci gələndə özündən əvvəlki təyin onu izah edirsə, həm aslı, həm əsas olacaq. Məsələn, deyim ki, qırmızı pərdəli sinif. Qırmızı sözü həmişə aslıdır. Pərdəli sözü həm aslıdır, həm əsasdır. Niyə? Çünki qırmızı sözü elə pərdəni izah edir. Qırmızı pərdəni izah edəndə qırmızı yalnız aslıdır. Pərdəli sözü izah olunduğuna görə əsas oldu. Pərdəli sinifin necəliyini izah edildiğine görə aslı olur. Buna görə pərdəli sözü həm aslı olur, həm əsas olur. Qırmızı isə yalnız aslı olur. Təyin həmcins ola bilir, qeyri-həmcins ola bilir. Həmcins təyinlər olanda eyni suala cavab verir. Aralarında tabiəsizlik bağlayıcısı var. Qeyri-həmcins olanda təyinin yanında gəlir, biri digərini izah edir.